Çillə gecəsi idi. Qoca balıq 12.000 nəvə nəticələrin yığmışdı başına, nağıl deyirdi. Biri var idi, biri yox idi. Dağın qayaları arasından çıxıb dərya axan suda bir balaca qara balıq var idi ki, anası ilə yaşayırdı. Qara xırdaca balıqgilin yuvaları bir qara daşın dalında su üzünün göyərtilərinin altındaydı. Balaca balığın arzusu var idi ki, bir dəfədə olmuş olur olsun, o ay işığını yuvalarında görə biləydi. Amma suyun üzünü tutan göyərtilər onları ay işığına həsrət qoymuşdu. Bu nənə bala səhərdən axşamacan bir-birlərini qovalayırdılar, oynayırdılar. Bəs para vaxtlarda o daraşıq yerdə o biri balıqlarla hey gedirdilər o başa, gəlirdilər bu başa. Elə bir sərgərdanıdılar. Balaca qara balıq dədə nənənin bir danası idi. 10.000 dana toxumdan elə bu bir dana ağıllı başlı salamat çıxmışdı. O birilər ya toxumdan çıxmamışdılar, ya da ki anqutlar, zorlular onları utmuşdular. Neçə günlər var idi ki, balaca balıq daha az danışırdı. Hövsələsi yox idi. Tənbəlliklə o yan bu yana gedirdi. Çox vaxtlar da nənəsindən dalı qalırdı. Nənə də belə fikr eləyirdi ki, olmaya balam nə xoşdur. Nə olacaq, özü toxtar. Amma demə bəs, balaca qara balığın dərdi ayrı bir yerdən idi. Bir gün səhər gün çıxmamış, balaca balıq anasını oyadıb dedi. Ana, dur ana. Hə bala, nə var? Dur ana, istəyirəm səndən danışam. Sənə sözüm var. Vaxt tapdım bala. Sözümü saxla soruya. Yox ana, səhər açılıb etmək vaxtı soğuşub. Elə də qalx ayağa, gedək gəzməyimize. Yox, mən daha gəzə bilmərəm. Boş-boşuna dolanmaq məni yorub. Mən gərək buradan gedəm. Gedəsən? Hə ana, getməliyəm. Hara gedəsən? Dolanmaq mənə ölümdür, getmək istəyirəm. İndi gərək gedəsən? Gərək gedəm. Səhər tezdən hara gedəcəksən? Heç indiyəncəm fikirləşmirsən ki, bu su hara gedib çatır? Mən istəyirəm gedəm gözümlə görəm. Bilirsən ana, aylar boyu fikirləşmişəm ki, bu suyun axırı hara çatır. Dünən gecə səhərə can qata bilməmişəm. Xiyalım bütün bu suyun axarında seyr edirdi. Axırda da belə əhd elədim ki, gedəm suyun qurtulanını tapam. Ürəyim istir biləm ayrı yerlərdə nə var, nə yox. Həm bala, hə. Elə mən də uşaqlığımda çox bu fikirlərdən ilərdi. Axı canım, suyun ki əvvəl-axiri olmaz. Budur ki var. Ərx həmişə axır, amma bir yerə də çatmır. Ana, məyə də hər bir şeyin qurtulanı var. Ağzından geçə danışma. Sənə yaraşan deyil. İndi gəzmək vaxtıdır. Bu sözləri boşla. Ana, daha yorulmuşam. Bu gəzməklər məni yorub. Belə xiyal eləmirsən ki, məni yoldan çıxardıblar, məni öcədiblər. Yox, mən çox zamandır ki, bu fikrə düşmüşəm. Əlbəttə, çox şeylərdə ondan bundan öyrəşmişəm. Bilmişəm ki, balıqların çoxu qocalıqda ömürlərinin boş-boşuna tələf olmasından şikayətləri var. Hər bir şeydən şikayətləri var. Mən istəyirəm biləm ki, doğrudan doğrusuna yaşayış elə budur ki, səhərdən axşama daraşlıq bir yerdə o yan bu yana gedəsən, sonra da bir vaxt gözünü açasan, görsən qocalmısan. Ya ki, yox, dünyanın üzündə ayrı səhət yaşayış da varmış. Vaxtı balam, olmaya dəli olmusan. Dünya, dünya. Hansı dünya? Dünya elə buradır ki, bizlər yaşırıq da. Ay qız qonşu, nə var səhər səssiz salmış başıza? Salam qonşu bacı. Görürsən nə zaman olub? Uşaqlar böyüklərə dərs öyrədirlər. Necə bəyə? Heç, bir barmaq boyu var. İstir evdən qoya gedə. İstir gedə görə dünyada nə var, nə yox.
Bilmirəm kim oturub ayaq altında. Bala, anan düz deyir. Mən yorulmuşam. İstəmirəm yalanla, yazmaqlarla özümü toğlayam. Sonra da bir vaxt gözümü açsam görəm sizin kimi qocalmışam. Amma hələ də göz qulağı bağlı bir balığam. Necə, başa düşmürəm. Ay qız, bu lap havalanıb ha? Bilmirəm hansı pis günə qalmış balamı məndən soğudu. Məni soğudan yoxdur ana. Mən öz düşüncəmlə istəmişəm buradan gedəm. Qonşu, o buruq canavar yadında. O nədir ha? Yonca qurdum deyirəm. Hə, yadımda. Balamla çox düşərdi. O mənim yoldaşımdır. Balıqla yonca qurdu dostluğu daha gülməlidir. Necə ola bilər? Düşmanlıq necə? Siz onun başına bildiniz nə oyuncaqdır. Siz düşü onu yoxa çıxartdınız. Balam, bunlar geçəcək sözüdür. Həqqidir, gərək onu öldürəydik. Hər yerdə otururdu, elə sözlər deyirdi ki... Onda mən də öldürməlisiniz. Mən də o deyən sözlər deyirəm. Ay balıqlar, ay qonşular, gəlin görün bu niyə belə danışır axı. Yedə lap sarsaqlayıb. Ay, balaca, deyirsən bəs bu sözləri danışsan, nə olacaq? Bax, yeri düşsə, heç sənə də rəhm eləməliyəm. Bir balaca qulaq vurmaq. Çəkilin Dali, çəkilin. Balamla işiniz olmasın. Bacı, sən ki uşağı düzgün böyütməmisən, elə belə olar da, gərək də cəzasını görsün. Mən sizin qonşuluqdan ar elirəm. Hə, balalar. Balıqlar töküldülər ki, balaca qara balığı tutalar. Amma onun yoldaşları onu araya alıb, oradan uzaqlaşırdılar. Biraz getmişdilər ki, bala balıq nənəsinin ağlamaq səsini eşitdi. Üz döndərib anasına dedi. Ana, mənim üçün ağlama. Ağla bu yazıq qocaların halına. Yazıqlar elə yatıblar ki, hər dailən dəyirlər. Geç itil, cəhənnəm ol. Gedəsən, gəlməyəsən. Qoyun getsin siz Allah. Sən də gözlərin qorasını sıxma. Dur ayağa gedək gəzməyə. Zamanı uşağıdır da, neynəmək? Yaxşı dostlar, mən sizdən ayrılmalıyam. Buradan bu yana özüm gedərəm. Siz qeydin. Səndən ayrıla bilmirik. Gərək ayrılaq. Mən yaddan çıxartmayın. Necə ola bilər sən yaddan çıxardaq? Sən bizi ayıtdın. Bizə fikrimizə gəlməyənləri tanıtdırdın, düşündürdün. Arzum budur, biz də sənin kimi olaq. Qorxusuz, düşünə, bilici. Burada nə çox su var. Üzməyə can verir. Nə geniş yerdir. Bunlar kimdilər? Siz kimsiz? Sifətinə bax. Sən özün de görək. Sən nə mənəsən? Olmayaysın sən deyəsən. Sən də balıqsan. Təvəqqə edirəm ədəbli danışın. Hörmətinizi saxlayın. Mən balaca qara balığam. Balıqsan? Amma çox qaralmısan. Bizdə çömçə balığı. Əsl nəcabətimiz var. Bax, bizdən gözəli heç yerdə görünməyib. Sənin kiminki çirkin, licimsiz deyil. Mən heç bilmirdim siz bu qədər özünüzü bəyənənsiz, düşünməzsiz. Amma neynəmək, mən sizdən incimirəm, sizi bağışlayıram. Bu ağılsızlıqdandır ki, siz özgələri sarısınız. Biz ağılsız o? Olmasaydınız özünüzü bəyənməzdiniz. Təkcə siz deyilsiniz, çoxları belədilər. Gülməlidir ki, sizin adınız da qondurmadır. Sən hədər yerə özünü yorursan, incidirsən. Biz hər gün səhərçandan axşama bu dünyanı gəzirik, dolanırıq. Hər yana baxanda elə bizlərdəndir ki, dolanır. Əlbəttə, micə qutlar da vardır ki, əhəmiyyətsizdirlər. Siz çox keçə danışırsınız, sizlərin də gözünüz qulağınız bağlıdır. Siz bu balca yerdə üzməkdən sonra ayrı bir iş başarmışsınız. Düzü istəmişsiniz başarasınız.
Sizə öyrətməyiblər düşünmək üçün çalışasınız. Odur ki, öz deyirəzə dolanırsınız, deyirsiniz, bəs dünya sizindir. De görüm. Baya buradan sonra ayrı ilə də var. Çarəsi biraz fikirləşməkdir. Heç olmasa bir balaca fikirləşin ki, bu su hardan gəlir, hara gedir. Siz heç bilirsiniz ki, bu sudan eşikdə nələr var, nə işlər görünür? Sudan eşik? Necə ola bilər? Sudan eşik də haradır? Sən dəli olmusan. Biz ki, sudan eşiği görməmişik. Yaxşı. Sən kimsən? Burada neynirsən? Salam, mən balaca qara balığam. Gedirəm suyun axırını tapıb. İndi də görüm sən kimsən? Qurbağıyam. Amma sən ki, əslin nəcabətin bilinmir. Bunları pəxmə tapmışsan ki, yekə danışırsan. İstən özünü görsədəsən, onları yoldan çıxada bilməzsən. Neçə illər yaşamaqdan sonra mən yaxşı bilirəm ki, sudan eşikdə heç bir şey yoxdur. Dünya fəqət buradır. Yaxşı, acılığa gəlməsin böyük xanım, getdim. Amma bunu da bilməlisən ki, 100 belə də yaşasan, cinə bir anlamaz nadan qurbağasan. Rədd ol gözümün qabağından, rədd ol buradan. Qovalayın, salın eşiyə bu dəlini. Vay, su cinə çoxalır. Bu dərrənin buruqları doldu suvla. Nə gözəldir. Amma bu qaya yol bağlayıb. Qoy görüm, qaya su içib ölüb. Bu nədir qaya üstə qarnın dayıb daşa? Bildim nə fikr eləsən ay balaca qara balıq. Mən kərtənkəliyəm. Burada yatmışam günün istisindən ləzzət alıram. Vay, o nədir? Hani? O ki suyun təkində qumlar üstə qurbanı tutub yeyir. O yanqılışdır. Ona xərçəng də deyərlər. Mən nəşir? Salam, yanqılış. Nə ədəbli kəmallı balıqsan. Gəlir görün. Yox, mən sənə şarlan dəyirəm. Mən girək gedən dünyanı görməyə. Qorxu yeri yoxdur. Balaca balıq, qaraca balıq. Mən qorxmuram, amma onun ki gözüm görür, ağlım hükm edir, mən ona inanıram. Sən şikarsızsan. Qurbağa nə deyirsən? Sən də ki lav uşaqsan. Mən qurbağa ilə acıqlı idim. Onun üçün onu şikar edirəm. Bilirsən, bunlar belə xiyal edirlər ki, yeryüzünün təkcə bir yaşayanları bulardılar. Özləri də xoşbəxtdirlər. Mən istəyirəm, onlara görsədəm ki, dünya kimin əlindədir? Yaxşı, sən niyə qorxursan? Gəlir Ali. Balaca balıq, bax, dalı gəlir sənə sarı. Buna deyərlər yanqılıcı yer. Desərə, sən gələ yerişimi başarmısan. Hardan bilirsən dünya kimin əlindədir? Ay, deli surda. Nə oldu? Yavaş. Görmüsən, o balaca çoban oğlu dəyənəyi ilə çaldı yanqılıcın belindən. Ora bax, batıb qumlara dəbəşənmir. Bu nə haydi? Sürüdür. Qoyun sürüsü. Çoban onları gətirib suvarsın. Doğrudan kərtənkələ görürəm sən ağıllı bilicsən. İstəyirdim səndən bir söz soruşam. Soruş. Sözü soruş. Gəldiyim yoldan məni səqqa quşundan, balıqdan quşdan qorxudublar. Deyiblər onlardan həzər eləyim. Bir də deyiblər ərəli balıq o biri balıqların düşmanıdır. Sən bunlardan nə bilirsən? Bu yanlarda ərəli balıq tapılmaz. Ha belə balıq utan quş. Xüsusən ki, ərəli balıq dəryalarda yaşar. Amma səqqa quşu niyə bu əşhalarda görsənib? Gözlə onun felinə uymayasan. Onun torbası çoxlu balıq tutar. Ya toğlanıb torbasına düşməyəsən. Nədir torbadır? Ənginin altındadır. Çoxlu su tutar.
O sularda üzər, balıqlar da bilməmiş girərlər torbaya. Ancaq əgər Saqqa quşu ac olmasa, balıqları torbasında saxlar acıxan zamanına. Torbadan çıxmaq yolu yoxdur? Yox. Çarası torbanı yırtmaqdadır. Mənim bir xəncərim var, sənə yaraşandır. Verirəm sənə. Saqqa quşuna rast gəlib tutulsan, eləyə biləsən torbanı söküb qaçasan. Səndən çox razıyam. Razılıq istəməz. Mən bu xəncərlərdən bekar vaxtlarımda çox düzəldərəm. Onları sənin kimi düşüncəli balıqlara düzəldərəm. Necə? Bəs məndən qabaqda buradan gedənlər olub? Çoxlar gəlib gediblər. Onlar indi daha böyük bir sürü olublar. Güclü bir dəstələr olublar. Onlar balıq tutan kişini də Təngəzara gətiriblər. Balıq tutan kişi? Bağışla, de görüm, onlar nə cür balıq tutan Təngə gətiriblər? Bilirsən, onlar əlbirdirlər. Əl-ələ verib böyük bir qudrət yaradıblar. O zaman ki, balıqçı torun salır dəriyə, balıqlar dəstəsi hamılıqca toru çəkib aparırlar dəryanın ortasına, balıqçının əlini boşa çıxarırlar. Yaxçı, da elə bir balalarım uyanıblar. Gedim onlara yetişim. Get sən də görüm, başucu olasan. Yaşa, səni yaddan çıxartmaram. Gəlsən görə girdi daşların arasına. Yaxçı, mən də yolumu tutum gedim. Görürsən, doğrudan bu su dəryaya tökülür. Deyirəm, olmaya Saqqa quşu mənə zor gələ. Nə qəribə dünyadır. Ərəri balıq necə eləyə bilir öz taylarını öldürüb yiyə? Nə olur o birilər çiçək olanda? Bilmirəm, bu balıq utan quşda nə deyir? Onun balıqlarla nə düşmançılığı var? Amma nə gözəl sudur. Buradan çox şeylər üzləşmişəm. Burada bir dənə məllah vırım. Aha! Bu da bir dənə abşar. Özüm atım aşağı. Bəh-bəh, keyf var. Günün istisi də vurur kürəyimə, hallandırır. Ora bax. Hey, salam gözəl ceyran. Nə tələsən? Rahatlıqla su iç. Nədən qorxusan? Şikarçı dalımcadı. Bax, bir dənə də güllə vurub, yaralıyam. Görə bilmirəm. Mən getdim, o indi yetirər. Susuz udum, içdim, dizlərimə taqət gəldi. İndi qaça bilərəm. Qaç ceyran, özündən miyad ol. Vay, nə axsır. Elə bir qız yaralanıb. Amma yaxşı qaçır. Gözdən itdi. Ona bax, tosbaya bax. Gün vurub kəlləsinə yuxusu tutub. Amma nə görməli meşədir. Burada su lap gözəl görsənir. Kəhliklər oxullar. Bəh-bəh, otların ətirləri mirlənib suya qarşı ləzzət verir. Bura haradır? Nə ənləşib, hər yer ağacdır, meşədir, çox görkəmlidir. Su dərindir, çoxdur. Nə çoxlu balıqlar burada yaşırlar. Bax görüm, sən elə bir qəribəsən, hə? Hə, qəribiyəm, uzaq yoldan gəlirəm. Hara gedirsən? Gedirəm ərkin qurtulanını tapam. Hansı əx? Elə bu ki, biz onda yaşırıq, üzürük. Bu ki, əx deyil, buna deyərlər çay. Heç bunu da bilirsən ki, Saqqa quşunun geniş bir torbası var. Onu da bilirəm. Bundan belə istəyirsən gedəsən. İstəyirəm gedəm. Bu istəyir çayın qurtulanını tapsın. Saqqa quşundan da qorxmur. Uzaq yoldan gəlir, qəribədir. Gəlir biz yoldan gedək. Yox, anan nə deyər? Qoymazlar. Hə, qoymazlar. Qərə balıq, doğudan da Saqqa quşu olmasaydı, biz də səndən gələrdik. Amma neynəmək?
Sağ olasın, mən getdim. Olsun, qoy gülsünlər. Onlar heç vədə bilməyəcəklər, dünyada nələr var. Heç onlar bilmirlər ki, bu çayın qırağında belə yerlər də var. Kənd uşaqları suda yuyunurlar, qızlar qab yuyurlar, paltar yuyurlar. Var, az qalmışdı təbiyyən vura böyrümdən. Nəşullu uşaqlardılar, tezraq buradan uzaqlaşıb. Bala-bala qaşqara alır, yatmaq vaxtı yetişir. Gedim o daşın dalında bir balaca yadım, görüm sonra nə olacaq. Vay, nə vaxtı? Elə bir gecə yarı olub. Aya bax, ay gəlib düşüb çaya hər yeri işıqlandırıb. Mənim görüm istər dayla yaxından danışam. Qoy gedim yaxına. Salam, gözəl söyməli ay. Salam, qərə balıq. Sən hara, bura hara? Dünyanı gəzirəm. Dünya çox böyükdür. Hər yanı dolana bilməsən. Olsun, haracan olsa, elə oraca dolanacağam. Ancaq istəyirəm dolanam. Könlüm istəyirsə hərəcə sənlə oturub danışam. Amma neyləyim ki? Böyük qara bulut gəlir mənə sarı. O mənim işığımın qabağını alacaq. Gözəl söyməli ay, mən sənin işığı çox söyərəm. Əzizim, bunu bilməlisən ki, mənim doğrudan doğrusu da özümün işığım yoxdur. Gün mənə nur saçır. Mən də parlayıram, yeri işıqlandırıram. Doğrudan heç eşitmisən, adamlar istirlər tezlikdə gəlib mənim üstümdə otursunlar? Bu mümkün deyil. Çətin işdir. Amma adamlar hər nə ürəkləri istəsə... Ayım, çəkil qara bulud, çəkil, mən ayla danışırdım. Get yana. Qorxmuram, mən səndən qorxmuram. Səs salma, istəyirəm yatam. Gün çıxıb, səhər olub. Səhərin xeyir olsun. Səhəriniz xeyir. Görürəm, dözə bilməyib dalımızdan gəlmişsiniz. Gəldik. Amma hələ də qorxuram. Nədən? Səqqa quşundan. Gəlin, yola düşdük, zaduzdan çıxar. Kədirlənməyin. Vay, nə oldu? Elə bir gün batdı, hər yer rəyamlıqlaşdı. Amma mən qorxuram. Bax, hər yol bağlanıb. Buradakı varıq çox kiçikdir. İndi başa düşdün. O nişanələrdən ki, mənə vermişdilər. Bəllidir ki, biz səqqa quşunun torbasındayıq. Qaçaq yolu da bağlıdır. Günah səndədir ki, bizim ayağımızın altında ottun, bizi yoldan çıxartdın. Mən? İndi hamımızı utacaq. Vay nənə, mən qorxuram. Nə gözəl gündür. Nə də gözəl narin balıqlar tutmuşam. Torbam doludur. Xana, Ali cənab səqqa quşu, biz sizin tərifinizi çoxdan eşitmişik. Siz yaxşı, möhriban bir quşsuz. Quşların bir-birdən asısınız. Lütf eləsiniz, dimdiyici bir balaca aralasınız, biz çıxıb gedərik. Sizi də həmişə dua elərik. Mən ki istəmirəm elə bu dəqiqə sizi utam. Hələ sizdən qabaq torbamda balığım var. Hələ indi onları unutmaq növbəsidir. Bizim ki günahımız yoxdur. Bax, bu balaca qara balıq bizi yoldan çıxardır. Ay qorxaq yaltaqlar. Deyirsiniz, bəs bu hoqqabaz şələhbaz quşun ürəyində rəhmi var ki, belə ona yalvarırsınız? Sən düşünmüsən nə deyirsən? İndi görəsən, Ali cənab səqqa quşu bizi bağışlar, səni utar ki, bir də özgəni yoldan çıxartmayasan. Düzdür. Bağışlarım. Amma şərti var. Nə şərti, qurban, qəbul edirik. Bu fuzul artıq danışan balığı boğun. Onda azadlığınızı tapasınız. İnanmayın, kələkdir. İndi ki, tölə düşmüsünüz, qaçaq yolunuz yoxdur. Gərək düz fikirləmək. Bunu da bilin ki, mənə gücü satmaz.
Biz azadlıq istəyirik. Bizi bu günə qoyanı da gərək bulaq. Ağlınız olsun, fikirləşin. Məni öldürsüz də qaça bilməyəcəksiniz. Mən bir fikir eləmişəm. Qulaq olsun deyim neyniyək. Səqqa quşun ərini oxumaq üçün mən özümü vuraram ölümə. Siz quşa deyin ki, məni öldürdünüz. Onda görün nə olar? Yox. İrəlgərəni bu xəncərlə doğraram. Elə sən deyən söz ağla batandı. Özünü vur ölümə. Tez ol. Yaxşı, mən hazıram. Ali Zənab Səqqa quşu. Biz onu boğduq. Yaxşı. Mürəxəsuq. İndi əlçrinə hamımızı diri utaraq. Vay nənə utdu. Vay bizi utdu. Onlar utdu, daha dayanmalı deyil. Şöyle bu xəncərlə torbanı deşəmiyorsan. Yol açıldı. Qaçmaq zamanıdır. Cıvıldız. Hokkabaz. Dayan. Vay. Yine de yaxşı qaçdım. Ayağlı balqaz qalırdı məni parçalasın. Doğrudan da çox oxmalıydı. Yaxşı qurtardım. Silah da belə zamanda dərd edəyər. Amma görüm, bu suyun tək yoxdur. Heç yeri bəlli deyil. Nə çox sudur. Mən burada içməsəm yaxşıdır. Nə tərif söysəm üzə bilərəm. Qoy bu balıqlardan soruşum görüm bura haradır. Nə də sürüylə dolanırlar. Yoldaş, mən qəribiyəm. Deyə biləsən bura haradır? Ay dostlar, gəlin. Bu da biri. Biri də gəldik. Yoldaş, dəriyə xoş gəlmirsən. Siz nə çoxsuz? İstəsən sən də bizə qarışa biləsən. Biraz dolanım sonra. Ürəyim istəyir bu dəfə balıqçı kişini torun qaçırdan da mən də sizinlə olam. Dolan, amma balıq utan quşdan həzər elə. Sağ olun, müvazibəm. Suyun üzünə istidir. Ləzzəti var, yapışır. Çıxın bir suyun üzünə görün də yenə tərdir. Amma doğrudan, indi bu dəqiqə ölüm çox rahatlıqda məni çurğalaya bilər. Amma nə vaxtdan ki, diriyəm, gərəkməz ölümün pişvazına gedəm. Əlbəttə, əgər bir zaman ölüm məni tapdı ki, ərxə ilə tapacaq, mühüm deyil. Söz buradadır ki, mənim yaşayışım və ölümüm xalqın yaşayışında necə əsər bağışlayacaq? Günün istisi mənə köməklik edir. Balıqlar çıxırlar dəryanın üzünə. Mən də rahatlıqda dana onları dənlirəm. Bax, o da biridir, bax. Balaca qara balıq. Mənə deyərlər balıq yeyən quş. Mənim doyan günüm yoxdur. İndi düz gedirəm balığa sarı. Düzdür. Tutdum. Sən kimsən? Məni hara aparırsan? Mən sudan eşikdə yaşaya bilmərəm. Tanı, mən balıq yeyən quşam. Tanıdım. Amma pis yerdə mən də düşmüşəm. Dimdiyi arasında az qalır belim sınsın. Yaxşıdır fikirləşən bir təhər çəkəm. Yoxsa burada hər şeydən qabaq susuzluqdan ölərəm. Tapdım. Bura bax, balı utan quş. Sən ki məni tutmusan, heç bilirsən ki məni diri utmasan, mən burada ölsəm, dərim dolar zəhrinlə, onda da sən məni yiyə bilməsən. Toğlayamazam. Toğlamıram. Vay gedir qulunu qasarı. Cuman edirəm məni aparır balalarına. Cirək bir iş görəm məni uta. İçərisinin şeyində eləyə bilib diri qalım işimi görəm. Əslən qoy özümü vurum ölümə. Görüm nə olacaq. Bura bax, balıq utan. Mən ölürəm ha. Sənə mənim ölüm zərərlidir. Necə? Öldü. Hey, qara balıq öldün. Mən sən nəsən öldüm, mən tut. Çölək qoydu.
qaçdı. Gərək özümü yetirəm Dəryaya. Dərya! Dərya! Məni tut Dərya! Mənə rəh qoydun, ha? Dəryanın dərinliyinə da cümsan tutacağım. Ha! Tuttum. Daha bir də heç balıq cəsarət eləyib mənə kələk vurmasın. Vay, nə qaranlıqdır. Mən nənəmi istəyirəm. Bəs dahi. Görsən mən də gəldim bura. Sən hər nə balıq var, abrisini apardın. Zırıldama. Neyniyə bilmək? Burada qaranlıqda, balıq utan quşun qarnında nə çarəmiz var? Mənə bax, özünü incitmə. Bax, mən indi burada o qədər o yan bu yana qaçaram. Dəbəriləm ki, quşun qıdığı gələ. Başla gülməyə. Sən hazırlaş, ağzını açıb güləndə atıl qaç. Bəs sən? Sən mənə fikirləşmə. Sən get. Hazırsan? Mən hazıram. Başladım. Hey, nə xəbərdir? Eləmə qıtım gəlişədə. Mərdim masa, eləmə. Atıl eşiyə, get. Get tez ol. Ay, mənə rəh qoydu. Cinə mənə rəh qoydu, birini qaçırdı. Amma tutarım. Onu da ürəyim açışdı. İndi də görüm nə qədər gücüm var. Mən rahatlıqda içərdən xəncərimlə qarnımı sökürəm. Sən də əndən gələnə əsir gəlmə. Vay! Daha uça bilmirəm. Vay! Balalar, balıq udan quş çığıra-çığıra göydən güppultu ilə düşdü dəriyə. Amma qara balıq ondan heç bir xəbər olmadı. Hələdir, heç kim bilməyib qara balıq nə oldu, hara getdi. Yaxşı, nağılı eşitdiniz, indi daha yatmaq vaxtıdır. Durun, gedin, yatın. Böyük nənə, balalara demədin, o biri xırda balığın başına nə gəldi? O da sabah gecə saz salma qoy yatsınlar. Bəli, 11.999 balıq gecəsi xeyrə qalsın deyib gedib yatdılar. Böyük nənə də yatdı. Amma balaca qırmızı bir balıq hər nə çalışdı yatsın, yata bilmədi. Səhərəcən bütün dərya fikrində idi.